Biz səhərlərimizi avokado ilə açanlardan yox, toyuq cücə ilə açanlardanıq. Bəli, bəli. Bu gün sizə səhər rutinimin necə başladığını göstərəcəm. Səhərlər ilk iş qızımı bağçaya yola salandan sonra toyuq cücəmi də açıb həyətə yola salmaqdır. Və ondan sonra isə keçirəm evləri yığışdırmağa. Birdən düşünəcəksiniz ki, yaxşı, nə məcburiyyətli saxlayırız? Ay bacı, ətin qiyməti qalxıb, qışda nə yeyək? Oturub barmağımızı sonrası dölük ki. Ona görə ən yaxşısı toyuq cücə saxlamaqdır. Hələ bu il yeni bir yöntəm tapmışam. Bu illərimə də ördəyə baxmağa qərar gəlmişəm. Ya ördək mənə baxacaq, ya mən ördəyə baxacağam. Nəysə ki, axır əvvəl örgənəcəyik. Heç kim anasının qarnında örgəməyib. İlk işdə başladım, gəldim. Mirayın otağını yığışdırıb paltarlarını qatlalamağa. Elə bu sırada bir daha ayıldım ki, artıq otağı yığışdırıb qurtarmışam və gedirəm səhər yeməyimi eləməyə. Yəqin ki, saat ya 10-dur, ya 11-dir. Gedib səhər yeməyimi yedikdən sonra isə keçirəm indi də bizim otağa, evlərə, yeməyə, içməyə. Bəs sizin səhər rutininiz hardan başlayır ilk olaraq? Mütləq rəy bölməsinə yazmağı, səhifəmə takib atmağı unutmayın. Və qızlar, evdən pul qazanmağı da unutmuruq. Hər gün deyirəm sizə və kimlər gecikirsə, mütləq mənim əlaqə nömrəmə yazmağı unutmayın. Yazırsınız, sizi pulsuz formada qeydiyyat edirəm və siz də hər gün evinizdən qazanırsınız. Belə qızlar, hələlik sizləri çox sevirəm. Yəqin ki, vloqum sizlərə maraqlı oldu. Maraqlı oldusa takib atmağı da unutmayın.